Yəni burada diqqət olunması məsələ var. 3 şey keçdi. Allahdan daha qeyrətli heç kəs yoxdur. Ona görə haram etmişdir bütün çirkin işləri. Zahirdə, batində olan. Və Allahdan başqa elə bir insan yoxdur ki, üzr ona daha sevimli olsun. Deməli, birinci qeyrət, sonra üzr və sonra isə tərif. Allah Teala yəni tərifi sevir. Allahdan başqa elə bir insan yoxdur ki, tərif daha sevimli olsun. Ona görə Allah Teala öz-özünü tərif etmişdir. Deməli, 3 şey hədisdə keçidə. Deməli, bu hədis qeyrət, üzr, bir də ki, tərif. Üçünü cəm etmişdir. Və bunun üçünün arasında bağlantı, əlaqə vardır. Deməli, qeyrətin əsli nədir? Yəni, insan çirkin işləri sevmir, buğz edir, nifrət edir. Və Allah Teala'ya nisbətdə kamillikdir. Və həmçinin üzr. Üzrü sevirsə, deməli, Allah Teala ədaləti, adilliyi kamildir, rəhməti, ehsanı kamildir. Və Allah Teala qeyrət sifəti Allah'a nisbət olunur ki, ən şiddətlidir, lakin Allah Teala üzrü də sevir. Kim üzrxahlıq edir, bağışlanma diləyirsə, Allah Teala onun üzrünü qəbul edir mi? Qəbul edir. Allah Teala yəni insan nə qədər böyük günahlar eləsə də, əgər etiraf edir, günahların bağışlanma istəyirsə, Allah Teala bağışlayır. Və ona görə elçilər göndərmiş, kitablar nazil etmişdir. Və bu da yəni tərifin, ehsanın son həddidir. Kamilliyin son həddidir. Lakin insan isə, insanlarda bəzən qeyrət o hala gəlib çatır ki, heç üzr də qəbul eləmir. Cəzalandırmaq, intiqam hissi ona qalib gəlir, qeyrətin həddi aşaraq üzr də qəbul eləmir. Üzrxahlıq eləyənə, bağışlanma diləyənə bağışlamasını da qəbul etmir, üzrxahlığını da qəbul etmir. Halbuki bu üzr olunan bir işdir. Üzr qəbul olunan bir məsələdir, lakin qəbul eləmir. Çünki qeyrət hissi həddi aşmışdır. Onda olan şiddətli qeyrət imkan vermir ki, onun üzrünü qəbul etsin. Halbuki üzr qəbul olunan bir işdir. Və əksinə bəzən də olur ki, insanda olan səhlənkarlıq, o üzrxahlığa olan həddi aşması qeyrətini azaldır. Hətta üzr məsələsində həddi aşır, çox açıb buraxır. Heç üzr qəbul olunmayan bir yerdə görsən üzrlü hesab edir. O da haramlar, günahlar, hansı ki, heç bir tövbə olunmadan. Bunlar heç biri də görsən tərifə layiq deyil də bu. Həm bu həddi aşmaq, həm də bu həddi aşmaq. Və hədisdə də gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, qeyrətlərin eləsi var ki, Allah Teala onu sevir və eləsi də var ki, Allah Teala ona buğz edir, sevmir. Allah Teala buğz etdiyi, sevmədiyi o qeyrətdir ki, hansı ki, yersiz olandır. Amma təriflənən isə ikisi birlikdə olandır. Qeyrət və üzr. Qeyrət vaxtı qeyrət edir, üzr vaxtı üzr edir, üzrü qəbul edir. Və bu cür olarsa onda tərifə layiqdir. Və bu hədisdə də keçən 3 sifət keçir. Axırda nə deyir? Allah Teala Allahdan daha çox tərif sevən yoxdur. Ona görə Allah Teala özünü tərif etmişdir. Və bu sifətlər üçü də Allah'a nisbət olunur.